Bugün Qusar şəhər 4 nömrəli tam orta ümumi təhsil məktəbinin 7-ci D sinif şagirdlərinin təqdimatında 27 sentyabr anım gününə həsr olunmuş 2-ci Qarabağ müharibəsinin iştirakçısı və qazisi ilə müsahibəsini dinləyəcəksiniz. Mən bu torpağın hər daşını vətən edib, onun uğrunda canından keçən, qanıyla tarix yazıb, özü bu tarixə sığmayan, bir ananın oğlu kimi doğulub, min anaya oğul olan, havamda, suyumda, şəhadət yurdumda, vətəndir deyən, bizə qanlı döyüşlərin qələbə qürurunu yaşadan, üç rəngli bayrağımız ucalsın deyə, evinə, bayrağa bükülüb dönən, şəhidlərimizin ruhuna and içirəm. Sizi unutmarıq, unutturmarıq. Xatirəniz əbədi, adınız ölməzdi. Salam, xoş gördük. Özünüzü təqdim edə bilərsinizmi? Salam, mən Mirzəquli Kəmran Bəkiroğlu, Qusar rayonunun Ukur kəndində anadan olmuşam. 35 yaşım var, 2-ci Qarabağ əliyəm. Hərbi xidmətə necə və nə vaxt başladınız? Hərbi xidmətə 2008-ci ildən 2010-cu ilə kimi Müdafiə Nazirliyinin Sülhməramlı hərbi hissəsində xidmət eləmişəm və Afqanistan İslam Respublikasında gedən sülhməramlı əməliyyatlarda iştirak eləmişəm. Əskərlik kimi hərbi xidməti bitirdikdən sonra 2010-cu ildən Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində Gizir hazırlıq kursunu kəşfiyyat ixtisasını oxumuşam və Gizir hazırlıq kursunu bitirdikdən sonra kəşfiyyat talim komandiri mavini kimi 2-ci Ordu Korpusuna xidmətimi davam etdirmək üçün ordu sıralarına daxil olmuşam. Müharibəyə gedərkən hansı hissləri yaşardınız? Müharibəyə gedərkən 2020-ci il 27 sentyabr Cənab Ali Başkomandanın tapşırığı ilə döyüşə qatılmışıq və 2-ci Ordu Korpusunun əlahədə kəşfiyyat taburunda qrup komandiri kimi öz qrupumdan Füzuli, Cəbrayil, Hadrol və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Müharibəyə gedən zaman yüksək ruhiyyə ilə, qələbəni əldə etmək məqsədi ilə davam eləmişik. Bizim keçdiyimiz yüksək təlim tapşırıqları, döyüş tapşırıqlarının nəticəsi ilə qələbəyə, döyüşə qatılmışıq. Yüksək ruhiyyə ilə qələbə əldə etmək məqsədi ilə. Müharibədə ən yadda qalan və təsirli hadisəniz hansıdır? Müharibədə yadda qalan və təsirli anlar çoxdur. Yəni onlardan bir neçəsini vurğulamaq istərdim. Müharibədən bu vaxta kimi heç bir yaddan çıxan bir an yoxdur. Hər an təsirli, əziyyətli, döyüş keçdiyimiz yollar hamısı anbarın yadındadır. Onlardan ən
çətin mühasirəyə düşdüyümüz anlardır. Mühasirədən çıxmaq və yoldaşlarımıza ilkin tibbi yardım göstərmək. Yoldaşlarımızdan yanımızda şəhid olanlar var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza Allah şəfa versin. Və anban o anlar yadımızdadır. Təsirli anlar da odur ki, neçə illər bir yerdə vuruşduğumuz, can qoyduğumuz yoldaşlar öz gözün qabağında şəhid oldu, yaralandı. Çalışdıq ki, nə qədər bunlara yardım göstərək, ilkin tibbi yardım və yaxud ürək dirək bunları mühasirədən çıxartmaqdır, belə şeylər. Çox yadda qalan təsirli anlar onlar. Müharibə sizə nəyi öyrətdi və gənc nəsillərə hansı mesajı vermək istərdiniz? Müharibə bizə bir çox çətinlikləri dözmək və gələcək həyatında bizim gələcək nəsillər üçün yaxşı nəsihətləri, böyük nəsihətləri vermək və bir uzun illər xidmət etmiş bir hərbi qulluqçusu kimi mən də çalışacağam ki, bundan sonra da gələcək nəsillərə yaxşı həm döyüş yolu öyrənək, bizim şəhidlərimizi heç vaxt yaddan çıxartmayaq, yaralarımıza şəfa versin, hər an şəhidləri yad edək, xatırladaq. Belə yüksək əhval-ruhiyyə ilə gələcək həyatımıza davam edək. Müharibədə yaralandığınız anı və hisslərinizi bizimlə bölüşə bilərsinizmi? Müharibədə öz qrupumdan, qrup komandiri kimi Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə Qubadlının Bala Sultanlı kəndində tapşırığımızı yerinə yetirərkən biz 6 nəfər qrupdan, yəni düşmənin atdığı artilleriya mərmisi nəticəsində 4 nəfərimiz şəhid oldu, 2 nəfər biz yaralandıq və şəhidlərimizə Allah rəhmət eləsin. Çox çətin bir an oldu, həqiqətən gözlənilməz bir ateş mərmisinə tuş gəldik və bizi qabaqcadan düşmən izləyirmiş, bizim məlumatımız olmayıb, bizim kəşfiyyat qrupumuzu düşmən tərəfindən izlənmiş və orada bizi ateşə tutmuş. Və yaralandığımız zaman həmən yerdən bizim təxliyə qruplarımızı bizi döyüş sahəsindən yaralandığımız yerdən təxliyə edilir. Dərhal xəstəxanaya çatdırılmış və o anlar mənim heç biraz yaddaşım getmiş və huşum bitmişdi və sonradan bildim ki, bizim o qrupdan neçə nəfər şəhid oldu və neçə nəfər yaralandı. Allah şəhidlərimizə rəhmət eləsin. Heç vaxt şəhidlərimizi unutmayaq, unutturmayaq. Milli qəhrəmanlarımız var. Bizim belə bilinməyən qəhrəmanlarımız var, tarix yazan. Bunları da tanıtdıraq, bilək, tanımaq. Zaman, vaxt keçdikcə hər şey tanış olaq. Bizimlə xatirələrinizi bölüşdüyünüz üçün sizə təşəkkür edirik. Mən də öz təşəkkürümü sizə bildirmək istəyirəm ki, bizi yada salıb, çağırıb, dəvətinizə görə öz minnətdarlığımızı bildirmək istəyirik. Salam, xoş gördük. Özünüzü təqdim edə bilərsiniz. Salam, xoş gördük. Mən Şeydayev Robert Məhərrəmoğlu, Qusar rayonu Urva kəndində 1983-cü il avqustun 1-də anadan olmuşam, 42 yaşım var. Hərbi xidmətə necə başladınız? 2001-ci ildə, oktyabrın 1-dən Tovuz rayonundakı Ensali hərbi hissələrdən birində başladım. İl yarım orada xidmət edəndən sonra təlim tədris mərkəzinə Gizir hazırlıq kursuna gəldim. Gizir hazırlıq kursunu bitirdikdən sonra Beyləqan rayonundakı Ensali hərbi hissələrdə xidmətimi davam etdirdim. Düz 2023-ün may ayına kimi xidmətimi orada davam etdim. Sonra ordu sıralarından təxris oldum.
və həmən ərəfədə mənim xidmət dövründə olan orduda baş verən bütün əməliyyatlarda, Əllətəpə əməliyyatında və yaxud da Xırda və bəzi əməliyyatlarda iştirak eləmişəm və axırıncı da 44 günlük Vətən müharibəsində iştirak etdim. Müharibə zamanı ən çətin və təhlükəli an hansı oldu? Müharibə zamanı ən çətin deyəndə müharibə başdan ayağa müharibədir. Burada hər an çətindir, hər an təhlükəlidir. Amma belə yadda qalan anda, məsəl üçün, mənim üçün düşmənin atdığı top mərmisi sənin 5 metrliyində, 4 metrliyində düşmən yerimizi təsbit edəndə bizi qrad ateşinə, top mərmisi ateşinə tutmağı ən çətin anları, yəni bunları qeyd edə bilərəm. Müharibənin həyatınıza və digər işlərinizdə təsiri necə oldu? Əlbəttə ki, müharibə insan həyatında, insan düşüncəsində, insan beynində xeyli fikirləri, həyata baxışları dəyişir. Mənim də müharibədə iştirak etdiyim üçün bəzi şeylər mənim üçün də adi olmadı. Məsəl üçün, Azərbaycan xalqının Vətən müharibə iştirakçılarına, müharibə qazələrinə elədiyi hörmət, daim Azərbaycan xalqının mənim arxamda olmağını, məni dəstəkləməyi mənim üçün böyük bir qürurdur. Özümdən qürur duyuram ki, Azərbaycanın neçə illər tapdaq altında olmuş torpaqlarını azad eləmək üçün döyüşlərdə, əməliyyatlarda iştirak eləmək mənə də qismət oldu. Gənclərə vətənpərvərlik mesajınız nədir? Gənclərə vətənpərvərlik mesajım odur ki, analarına birincisi, atalarına layiq övlad olsunlar, böyüdükləri cəmiyyətə layiq olsunlar, bizim milli qəhrəmanlarımızı, bizim müharibədə yaralanmış qazilərimizi unutmasınlar, daim olaraq içlərində hörmət, daim olaraq tarixdə liyinlərində saxlasınlar. Buyurun.